Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı, ümumi lider Heydər Əliyevin vəfalı ömür gün yoldaşı, qayıbkeş ana olmaqla yanaşı dünya tibb elminə əvəzolunmaz töhfələr verən böyük alimdir. Qazaxda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar keçirilən, zirvələrə yüksələn Zərif İnsan Ömrü başlıqlı tədbirdə bu fikirlər səsləndirilib. Bildirilib ki, Zərifə xanımın ömür yolu gələcək nəsillərin həyatına işıq saçıb, tükənməz bir xəzinə bəxş edib. Tədbirdə akademik Zərifə Əliyevaya həsr edilən filmə baxılıb və kitab sərgisi ilə tanışlıq olub. İlk dəfə traxoma xəstəliyinin müalicəsində, sintomitsinlə müalicədə böyük müvəffəqiyyətlər əldə etmişdir. Onun yaradıcılığı çox zəngindir. Bu sahədə o traxoma xəstəliyinin tüğyan etdiyi bir sahədə böyük vətənpərvərlik hissi nümayiş etdirmişdir. Rayonlara getmişdir, kəndlərə getmişdir və bu xəstələrlə yaxından tanış olmuşdur və onların müalicəsində böyük rol oynamışdır. Biz gənclər Zərifə xanımın həyat fəaliyyəti dövründə onun həyat fəaliyyəti haqqında mükəmməl maariflənməli və onun həyat fəaliyyətini öz həyatımıza tətbiq etməyi bacarmalıyıq. Zərifə xanım örnək insan, örnək həkimdir. Biz universitet dövründə oftalmologiya kafedrasında təhsil aldığımız müddətdə də Zərifə xanımın elmi biliklərindən yararlanmışıq.